Axşam növbəsi işi var yoldaşlar, axşam növbəsi işi var. Mən sizə elə bir işdən bəhs etmək istəyirəm. Ümumiyyətlə gecə növbələrində işlər çox olur. Bu part-time işdir deyən bunu bəhs edirəm sizə. Yəni gecə növbəsi bir işi deyil, yəni gecəyə qədər işləmirsiniz. Gecə daha doğrusu işləmirsiniz. Deyim də saat neçədən neçəyə qədər. Səhər, daha doğrusu günorta, üzr istəyirəm. Axşam saat 7:15 dəqiqə qalmışdan gecə 11-ə 15 dəqiqə işləmişə qədər işləyirsiniz. 5 saatlıq bir işdir. Cəmi bir gün full time işləyirsiniz, yəni tam. O da günorta 2-dən axşam yenə də həmin saata qədər 11-ə 15 dəqiqə, 12-yə 15 dəqiqə işləmişə qədər daha doğrusu. Bu xanımlar üçün olan bir işdir yoldaşlar. Amma dediyim kimi bu part-time deyən sizinlə paylaşıram. Bu demək deyil ki, axşam növbəsinə və yaxud da gecə növbəsinə və yaxud da part-time iş elə ancaq bundan ibarətdir. Xeyr. Burada iş təcrübə tələb olunmur və nisbətən biraz üstün işdir deyən, belə deyim də, bilik və bacarıqlarınızı inkişaf etdirməyinizə töhfə verə bilən faydalı bir işdir deyən bunu sizinlə paylaşıram. Çünki iş aktrisa, animator işidir yoldaşlar. Düşünə bilərsiniz ki, sizdə axı təcrübə yoxdur. Bəli, təcrübə yoxdursa da belə narahat olmayın, çünki öyrədirlər sizə və hətta qeyd edim ki, bura tələbələr də müraciət edə bilər bu işə, yəni işi öyrədirlər. Xanım olmalısınız, 6 günlük iş həftəsinə malikdir. 400-500 manatlıq belə bir iş imkanı var. 5 saatlıq iş rejiminə malikdir. Bu işə də müraciət etməkdə dəstək istəyirəm və yaxud da digər işlərlə də tanış olmaq istəyirəm. Ümumiyyətlə xatırlayıram ki, bu şirkətdə həmçinin Portal Games şirkətdir. Burada həmçinin hərdən aktyorlara da, yəni bu indi xanımlar variantıdır, burada kişilər variantı da olur. Bu arada əzbərdən də deyim bəzi məlumatlar. Siz indi əgər burada indi xanımlar üçün oldusa, məsələn kişi növbəsində Xırdalandada iş ola bilər. 500-600 manat civarında. Başqa yerlərdə də olur. Yəni siz sadəcə bu vakansiyanı gördünüz deyə məyus olmayın. Yəni düşünməyin ki, iş elə ancaq cəmi bir dənə bundan ibarətdir. Dediyim kimi, bu işə də müraciət etməkdə dəstək istəyirəm və yaxud da digər işlərlə də bağlı tanış olmaq istəyirəm. Ümumiyyətlə iş tapmanızı çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi də siz əgər bu videonu YouTube-da görürsünüzsə, əlaqə vasitəsi videonun altında qeyd olunub. Yox, əgər siz bu videonu TikTok-da görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Ləzzov sözü yazılıbdır. O sözü toxunaraq Toğrul Ləzzovun TikTok kanalına daxil ola bilərsiniz. Kanala daxil olduqdan sonra həmin o kanaldakı kanalın profilində əlaqə vasitəsini görüb götürə bilərsiniz, diqqət eləsəz və həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz.